Bir neçə həftə bundan öncə nəinki bütün Azərbaycanı, hətta bütün Türkiyəni öz səsi ilə lərzəyə gətirən, o səs Türkiyə yarışmasının Azərbaycanlı iştirakçısı Elnur Bakıya gəldi. Biz elə bu xəbəri eşidər-eşitməz dərhal yollandıq hava limanına ki, Elnurdan müsahibə alaq. Görək onun təəssüratları necədir? Onlar bu dəfə gecə saatlarında hava limanında Türkiyəyə səs salan Elnur Hüseynov'u görüntülədilər. Elnur Hüseynov müsahibə verməkdən imtina elədi. Elnur. Salam, ne, olmaz. Bir neçə kəlmə. Olmaz. Niyə? Olmaz da. Sən qarşılamağa gəlmişəm, təbrik edirəm. Başa düşürəm, çox sağ olun. Çox sağ olun, amma intervyu verə bilmərəm. Nəsə müqaviləm var. Müqaviləyə görə və başqa televiziyalara olmazdı. Amma bu sənin öz Azərbaycan kanalı. Başa düşürəm, amma olmaz. Peki müqavilə Türkiyəyə görədir? Yox,